Herkese merhabalar değerli seyirciler. Bugün çok değerli konuğum. Aslında konuğum da demek istemiyorum. Siz bizdensiniz, biz sizdeniz. Azerbaycan CBC Sports kanalı yorumcusu Elçin Ceferov'la birlikteyiz. Abi öncelikle hoş geldin İstanbul'a, hoş geldin Türkiye'ye. Çox sağ ol Alim. Mən də Türkiyə futbol sevərləri, Türkiyə izləyicilərini salamlayıram və çalışacağam ki, bugünkü bizim səninlə müsahibəmiz, söyləşimiz Azərbaycan türkçəsində daha çox istifadə etməyə çalışacağam. Çünki bəzi təbii ki, kəlmələr ola bilər Türkiyə türkçəsində olsun. Çünki Azərbaycanda necə ki, Türkiyə tərəfi Türkiyə türkçəsini çox yaxşı anlayır, daha gözəl anlayır. Düşünürəm ki, artıq Türkiyədə də Azərbaycan türkçəsini anlamalıdırlar. Təbii ki, müəyyən kəlmələr, sözlər var ki, fərqli anlamda görsənir. Amma ümid edirəm ki, qarşıdakı dövrdə Azərbaycan türkçəsində də daha çox diqqət ayırırlar. Çünki çalışıram ki, mən də Azərbaycan türkçəsində danışım. Ümid edirəm ki, izləyicilər də məhz Azərbaycan türkçəsində çox yaxşı başa düşəcəklər, anlayacaqlar. Emin olabilirsin abi, biz seni çok iyi anlıyoruz. Siz de bizi çok iyi anlıyorsunuz. Böyle bu şekilde devam edelim. Süper Lig'le başlıyorum abi. Süper Lig şampiyonu Galatasaray oldu. Üst üste Doğru. 4. kez. Sen de kutlamalardaydın Adnan Polat'ın davetlisi olarak. Ne düşünüyorsun? Nasıl geçti şampiyonluk kutlaması? Galatasaray bu sezonu nasıl bitirdi? Onunla ilgili yorumunu alabiliriz. Mən ilk növbədə təbii ki, bizim Türkiyəyə müəyyən işlərlə bağlı bir həftə 10 günlük səfərimiz var idi. Bu səfər çərçivəsində Galatasaray klubunun sabiq prezidentlərindən, əski başqanlarından Adnan Polata hal xətir sormaq üçün bir zəng elədim. Sağ olsun, çox tez geri dönüş elədi və getdiyi ilk gün görüşdük və mənə söz dedi ki, Elçin, cümə günü ayın 15-də səni özəl dəvətlim olaraq öz locamda çempionluq qutlamasını tədbirini izləmək üçün səni gözləyirəm və sağ olsun öz maşını ilə, öz şəxsi avtomobili ilə yollandıq Rams Park Arenaya. Mükəmməl idi, möhtəşəm təşkilatçılıq hər zaman, yəni çempiona layiq qutlama idi. Hər şey dörd dörtlük idi, necə deyərlər, mükəmməl idi. Təbii ki, Galatasaray klubu Türkiyədə bir çox klublar təbii ki, müəyyən dövrlərdə buna imza atıblar, amma Galatasaray son dövrlərdə həm futbol olaraq, eyni zamanda həm də fərqli sahələri daha fərqli formada idarə etmək baxımından hal-hazırda ön pillədə yer alır və çempionluq qutlaması da bunun bir nümunəsi idi. Hər şey mükəmməl idi. Evet Çox abi, yaxşı idi. 4 senedir üst üste şampiyon oluyor ve her sene artık drone şovları da Bəli, izlemişsinizdir. drone Üstüne şovlar koyarak da. her Bəli, sene daha drone büyük- şovlar isə əlavə bir rəng qatdı deyə Çok bilərəm. güzeldi, evet, katılıyorum. Bu arada Adnan Polata da dərin təşəkkürümü bildirirəm. Biz de Çox sağ teşekkür ederiz. olsun. Misafirperverlikte Adnan seni Polat tanıdığı için. həqiqətən Galatasaray tarixinin çox önəmli Tabii başqanlarından biridir. Galatasaray üçün çox önəmli işlər görüb. Hazırki Rams Park stadionu da, Əli Samiyənin, yeni Əli Samiyənin də onun sayəsində ərsəyə gəldiyini deyə bilərik. O tikib deyə bilərik. Çünki onun dönəmində tikilməyə, bünövrəsi atılmağa başladı, tikilməyə başladı. Adnan Polad bugün arxa planda olsa belə, bugün Galatasaraya əlindən gəldiyi qədər köməklik göstərir, yardım bunu da eləyir. açıqlamalar Bunu açıqlayır. Yəni ona görə Adnan Polad əfsanə başqandır. Salamlayıram başqanımızı. Abi Galatasaray tarafını kapatıp madalyonun diğer tarafına bakıyorum. Fenerbahçe 12-13 yıldır artık şampiyon olamıyor. Buradan Fenerbahçeli taraftarlara ne söylemek istersin? Hemen ardından başkanlık seçimini de değerlendirebilirsin. Aziz Yıldırım'ın bir kulübe geri dönmesi düşüncesi var ama sence Aziz Yıldırım geri döndüğünde o şampiyonluk tekrar geri gelir mi? Eski Fenerbahçe geri gelir mi? Güclü Fenerbahçe güclü rəqabət deməkdir. Tabii. Güclü futbol, maraqlı futbol Fenerbahçenin oynadığı, davamlı, mükəmməl şəkildə davamiyyət, ardıcıl qələbələrin gəlməyi, daxildə xaosun, qarşı durmağın bitməyi Türkiyə Super Liqasına əlavə rəng qatır. Fenerbahçe olmadan Türkiyə Super Liqası da olmaz. Katılıyorum abi. Bunu xüsusilə qeyd etmək Rəqibin kadar lazımdır. güçlüsün. Rəqibin, bəli, Fenerbahçe'da çox təəssüflər olsun ki, son 14, 12, 13 ildir çox ciddi problemlərlə üz-üzə qalıb. Mən şəxsən Ali Koçun başqan seçilməsindən sonra çox fərqli bir Fenerbahçe izləyəcəyimizi düşünürdüm. Ali Koç ürəyi təmiz, futbolu sevən,
Amma görünən odur ki, təyin etdiyi o adamlar hansı ki klublarda çox önəmli yerlərdə onlar işlərini düzgün qura bilmədilər. Və Fənərbağçə Ali Koç dövründə öz içini deyil, daha çox kənarı müzakirə etməyə başladı. Daha çox digər takımlarla məşğul olmağa başladı. Birinci öz içini düzəltməli idi. Sonra rəqabətdə digər komandaların, digər takımların işlərinə müdaxilə, yəni onları belə qarışdırmaq üçün, fərqli bir xaos yaratmaq üçün o işləri görməli idi. Özellikle Galatasaray'la çok sorun yaşayan, dediğin gibi belki de sadece içeri yönelip hani dışarıya çok fazla bir etkide bulunmamasaydı bu kadar uzamayacaktı şampiyon. Fənərbağça azarkeşlərindən çox üzülürəm. Fənərbağça böyük klubdur. Fənərbağça tarixdir. Türk futbolu deməkdir. Fənərbağça bu kluba gələn futbolçularla, başqanları ilə çox önəmli, Türkiyə futbolu üçün çox önəmli işlər görüb. Fənərbağçada azarkeşlər, yəni bu durumu haqq etmirlər. Yəni artıq Fənərbağça azarkeşlərin psixologiyası pozulur. Evet abi. Uğursuzluq onların artıq belə deyək, şuur altılarına yeridilib. Birçok kez Artıq çempion olmamağı dərd etmirlər artıq. Yəni bu məğlubiyyət, bu doğrudan da çox qəribədir. Həqiqətən Fənərbağça üçün çox qəribə bir olaydı bu. Yəni artıq sezon başlayanda artıq taraftar deyir, yenə də olmayacaq zaten. Bu sezon da getdi. Örnek veriyorum, son maçta Eyüpspor maçında bile 3-2 öne geçmişken yine son dakikada Yenə də son dəqiqələrdə, yəni son dəqiqə Fenerbahçe'nin başında çok gelmeye başladı. Kasımpaşa ardınca Alanya Spordan, Kasımpaşa maçı, son maçları hələ deyirəm. Yəni həqiqətən, yəni buraxılan qollar, hesabda irəli olursan, önə keçirsən 2 dəqiqə sonra qol buraxırsan, bu Fənərbağçanın adına yaraşmır. Transfer politikası sıfır. Transfer siyasəti qocaman sıfır. Bax, ən böyük sıfır deyərdim. Mən nəyə görə? Günlük performansa göre oyuncu alınıyorsun. Məsələn, sənin orta sahəndə 5-6 oyuncu var. Məsələn, 3-4 oyuncu var. Fredin var. Mən deyərdim ki, kim gəlirsə gəlsin, bu takımın ən önəmli oyuncusu ortada İsmail Yüksək idi. İsmail Yüksək ilə tez-tez oynadın. Fredi küstürdün. Ortada gətirdin Gündüzü, tamam, mükəmməl oyuncudur. Kumaşı müthiş. Kante'ni zaten tüm dünya tanıyır, amma sənin Kante'yə ehtiyacın yox idi. Sənin bir hücumçuya, forvetə ehtiyacın var idi. Bunu 7-dən 77-yə qədər hər kəs dedi, söylədi, amma bir Fənərbağça Saadəttin Saran yönətimi buna eşitmədi. Sanki şampiyonluğu orada kaybetti. Qulaq ardına vurdu. Gönderip Sidiki Şerif aldı. Evet, Sidiki Şerif aldı. Həqiqətən də Sidiki Şerif də yəni o deyil. Yəni Fənərbağça o belki olmamalıdır. potansiyel olabilir ama Sənin rəqibində Osimhen oynayır. Sənin rəqibində yedəkdə Icardi oturur. Sən forvet tapa bilmirsən, Sidiki Şerifi qurtarıcı olaraq oyuna salırsan. Beşiktaş bile mesela Abraham'ı gönderdi, Oha aldı. Hepsi Sidiki'den, hani Beşiktaş'ın bile gerinde kalıyorsun. Yəni deməyim odur ki, bu gün Fənərbağça bu mövsüm çox saha içində çox bərbad idarə edildi. Evet. Saha dışı məsələləri deyə bilmərəm, çünki klubun inkişafı üçün müəyyən işlər görüldü. Amma saha içi uğur olmadığı zaman gördüyüm bütün işlərin üstündən xətt çəkilir. Maalesef. Taraftar şampiyonluq istəyir. Taraftar İkincilik bir başarı değil. artıq yəni ikincilik nə qədər ikinci olmaq olar? Fənərbağça artıq rekord qırıb ikinci olmaqdan. Həqiqətən, yəni bu böyük Fənərbağça adına yaraşmır. Yəni təcili Fənərbağça düzəlməlidir. İndi başkanlıq seçimləri var. İstəyirsən buradan bir iyi haberin veya kötü haberin, müjden var mı Fenerbahçe taraftarına, hani başkanlıkla ilgili? Məncə həqiqətən keçmişi unutmaq olmaz. Tabii. Əziz Yıldırım keçmişidir Fənərbağça üçün son 30 ilə nəzər yetirdikdə keçmişdir və böyük işlər görüb. Amma məsəl var, keçmişi unutma, gələcəyə qur deyirlər. Tabii. Amma bu Əziz Yıldırımla sən gələcəyə qura bilmərsən. Əziz Yıldırım o Əziz Yıldırım deyil. Əziz Yıldırımın buraxıb getdiyi Fənərbağça ilə, Türk futbolu ilə bugünkü durum eyni deyil. O dönəm cərəyan edən hadisələr, saha dışı hadisələr, meydandan kənar hadisələr bugünkü günü o formada cərəyan etmir. Sənin yumruğun bərk vurursansa masaya, ondan 3 qat bu gün də bərk vuran adamlar var digər takımlarda, digər komanda. Zaman dəyişdi, strategiya dəyişdi, futbola baxış açısı dəyişdi, idarəçilik dəyişdi.
hakim qorxutmaqla, medianı susturmaqla artıq onu eləyə bilmərsən. Bugün hər şey inkişaf eləyib. Əziz Yıldırım dönəmində sosial media o dərəcə inkişaf etməmişdi, amma bugün sosial digital platforma inkişaf eləyib. Bir yeri müəyyən razılığa gəlib sustura bilərsən, amma heç kim sustura bilmərsən. Evet. Buradan belki de Fenerbahçe taraftarına bir kötü haber vermiş olduk ama Aziz Yıldırım da sanki şampiyonluğa... Seçimə Hakan Safi gələrsə, onun strategiyasını mən izləmişəm, açıqlamalarına baxıram və bu açıqlamalarında rəqib komandalara qarşı heç də belə ciddi göndərmələr etmir. Olması gerekeni yapıyor değil mi? Ancaq klub daxili işləri edir. Əziz Yıldırım hələ seçilməyib, ancaq Qalatasarayın çempionluğuna belə maneçilik törədəcək. O Mehmet Uslu var, Mehmet Uslu onların yönetimində olacaq dərsən seçilərsə. Qalatasarayın deyir, çempion olmaması üçün 5-ci 5-ci çempionluğu yaşatmamaq üçün gəlirik. Sən Fənərbağçasan, qardaşım, sən Fənərbağçasan. Sən Qalatasarayın çempionluğu, 5-ci çempionluğunu yaşatmamaq üçün yox, sən Fənərbağçanın gələcəkdə ardıcıl çempionluqlar yaşatmaq üçün gəlməlisən. Sən Fənərbağça azarkeşini bu uğursuzluq rüyasından oyatmaq üçün gəlməlisən. Əlbəttə. Hiçbir şey değişmemiş. Ona görə mən də Hakan Safi tərəfindəyəm. Hakan Safinin strategiyası çox güclüdür. Seçimləri də çox güclüdür. Ən azı necə davranmaq lazımdır, onu çox yaxşı bilir. Amma Əziz Yıldırım, kusura baxmasın Əziz Yıldırımçılar, belə deyim. O dövrün futbolu ilə bu dövrün futbolu və o dövrün strategiyası ilə bu dövrün strategiyası arasında çox ciddi fərqlər var. Umarız hayırlısı olur Fenerbahçe Bəli, adına. bəli. Azerbaycan'a geçelim abi. Karabağ Şampiyonlar Keçelim. Ligi'nde tarih yazdı ancak ligde şampiyonluğu kaybetti. Sabah şampiyon oldu. Nasıl oldu bu Karabağ, nasıl şampiyonluktan oldu? Sabah nasıl bir tarih yazdı? Son illərdə Azərbaycan Premyer Liqasında biz belə bir ifadə səsləndirirdik. Qarabağ və digərləri. Evet. Yəni hər zaman mən bunu ilk olaraq Çok araya Azərbaycan açmışsınız. mediasında da bunu ilk söyləyənlərdən biri mənəm 2-3 sənə öncə. Yəni çünki oynanılan futbol zaten Qarabağın çempion olması üçün öz potensialının 60%-nə çıxması yetərli idi. Evet. Yəni maçları qazanmaq üçün. Amma bugünkü gündə Qarabağın Çempionlar Liqasında daha çox güc sərf eləməsi, kadro dərinliyinin kifayət qədər geniş olmaması, daha çox futbolçuların Çempionlar Liqasına kökləndikdən sonra liqa dönüşlərdə problem yaşaması, Galatasaray oyun olaraq bəli Galatasaray da bunu çox yaşadı. Və qarşısında Sabah kimi mövsüm sezon öncəsi Litvaniyalı texnik direktor Valdas Dambrauskas təyin etməklə düzgün oyunçular transferi ilə, məsələn Simic vardı, Sivas Spor'da oynayan. Evet. Bu sənə Sabahın şampiyonluğunda çox önəmli pay oynadı. Dambrauskas oyun planında çox önəmli profil idi. Gol krallığında da üst sıralarda. Evet, üst sıralardaydı. Yəni Puxaç vardı, Trabzonspor'da oynayan. Evet, sol bekli değil mi? Sol bek. Bu Sabahın oyun şablonunda, oyun düsturunda ən önəmli yerlərdən birini tuturdu. Yəni bu onu göstərir ki, düzgün sistem, düzgün oyuncu transferləri ilə, Çok düzgün planlamayla. düzgün planlamayla istədiyin uğuru qazana bilərsən. Qarabağla 4 maç oynadılar, 3 maç. O maçdan Kubok onları da daxil edən bir neçə maç oynadılar. Qarabağ heç birində Sabahı məğlub eləyə bilmədi. Bunu bilmiyordum. Enteresan bir bilgiydi bu. Qarabağ məğlub eləyə bilmədi. Sabah oyun bir var maça çıxırsan Sabahın. Oyun planı ilə, oyunla baxırsan ki, Sabah bu maçda qalib gələcək. Çünki ön alan baskısı, ikinci bölgə qazanılan toplar, oyunu 30 metrdə qurmaq istəyi, hücumda say baxımından çoxalmaq və oyuncuların düzgün yerləşimləri. Bunlar hər biri texnik direktor işidir. Bu işdə zəhmət var, bu işdə O zaman əmək var. Bu sezonki şampiyonluğun püf noktası teknik direktör. Texnik direktor Tamam. və yönetimin də mükəmməl işlər görməyi, Doğru. gətirilən texnik direktora dəstək olmaq, onun istədiyi oyuncular profillərin transferi və meydana qarışmadı. Saha içinə qarışmadı. Çok iyi. Aslında bizim nəticə- de istediğimiz işi teknik direktöre bırakıp en son başarısızlıkta yine ona soru. Əlbəttə, Sormaktır. amma sən Sorun texnik olmaz. direktora Türkiyədə rahatlıq vermirsən ki. Yazıq Tedesco'ya nələr dedilər. Tedesco Bir o haksız. deyir, bu deyir, bir saha içində deyir, bir orada. Yəni adam qaldı belə. Amma Türkiyə futbolunun da öz belə deyək də şah damarı fərqlidir. Tabii. Türkiyə futbolu da
Yəni Mourinho idi bu lig, bu çempionat. Değil mi? Mourinho gibi. Mourinho kimi Mourinho kimi adam qaçdı buradan. Farklı aslında. Qaçdı buradan. Yəni burada hər tərəfli hazır olmalısan. Saha içinə odaqlanmalısan, saha dışını da mükəmməl idarə etməlisən. Saha dışı faktorlardan belə deyək, çəkinməməlisən. Saha dışı faktorları idarə etmək üçün də çox güclü planlaman olmalıdır. Mən hər zaman televizyon proqramlarımda da, Azərbaycanda da, Türkiyədən futbol proqramında da deyirəm. Türkiyədə çempion olmaq üçün lobbin güclü olmalıdır. Tabii ki. Lobbin çox. Saha içini idarə etdiyin, saha dışını da mükəmməl idarə eləməlisən. Sonlara doğru Türkiyədə meydan-kənar çox önəmli rol oynayır. Nəinki saha içi, meydan-kənar çox önəmli. Onu idarə etməyi bacarmalısan. Onu Tedesco da bacarmadı, Saadəttin Saran da bacarmadı. Amma Sabah klubunda bunu mükəmməl şəkildə icra elədilər. Sabah zaten oyunuyla bugün Azərbaycanda heç kim deyə bilməz ki, ya Sabah niyə çempion oldu və s. Təbii ki, Qarabağ tərəfdarı deyir, Qarabağ tərəfi deyir ki, yorğunluq oldu, köklənmədə mental olaraq Şampionlar Ligi maçlarından sonra ev maçlarına, daxil Premier Liga maçlarına odaqlanmaqda çox ciddi problemlər yaşandı. Amma bu heç bir zaman Sabahın oynadığı futbola kölgə salınmadı. Sabah çünki futbol oynadı, haqq etdiyi halal anasının halal südü kimi halal çempionluq yaşadı. Özetle bu başarı tesadüf değil. Tamamen planlı programlı bir şekilde Sabah bir oluşuma girdi ve Karabağ gibi bir devi yıkarak şampiyon oldu diyorsun. Bəli. Teşekkür ederim abi. Buyurun. Azerbaycan'dan devam edelim. Bizim çok tanımadığımız genç potansiyelli futbolcular var mı Azerbaycan'dan çıkacak? Hemen ardından şunu sorabilirim. Azerbaycan'dan neden çok fazla genç futbolcu dünya futboluna çıkmıyor? Bunun sebebi acaba menajer yetersizliği mi, menajer anlamında mı bir eksiklik var? Yoksa Azerbaycan futbol yapısı, hani Türkiye'de de altyapı çok önemsenmiyor. Bundan dolayı mı? Bunun faktorları çoxdur. Birinci altyapı. Çox təəssüflər olsun ki, Azərbaycan futbolunda da çox ciddi altyapı problemi var. Evet. Legioner limiti də ləğv edildikdən sonra Azərbaycanda takımlar, komandalar, biz komanda deyirik, komandalar uğurlu nəticələr qazanmaq üçün legionerə qaçdılar. Yəni hazır oyuncu gəlsin, sezonu qurtarım prinsipi ilə. Bir çoxları o formada. Türkiye'ye benziyor bu bakımdan. Yəni amma aşağı yaş qruplarda, akademiyalarda çox ciddi problem var. Təsəvvür edin, Azərbaycan milli takımlarında 16 yaşdan 17 yaşa, 17-dən 18 yaşa, 18-dən 19 yaşa keçidlərdə 80% itki olur. Çok büyük bir oran. Böyük problemdir bu. Bu çox ciddi problemdir. Bəzən əskərlik məsələləri olur. Əskərliklə məsələn məcbur yəni bir universitetə falan qəbul ola bilmir. Orada müəyyən Azərbaycan qaydalarında, qanunlarında ondan bağlı müəyyən düzənləmə planlaşdırılır. Yəni əskərliyini futbolçunun əskərlik yaşında əskərliyini çəkdiyi bir klub olmalıdır. Hansı ki burada off performansını itirməmək üçün gəlib o klubda oynamalıdır. Əskərliyini həm çəkməlidir, həm də futbolunu oynamalıdır. Amma burada gedir 1 ay 6 aylıq, 1 il 6 aylıq və yaxud da 1 illik müddət. O müddətdə sən futbol oynamayandan sonra artıq düşürsən. Yəni məsələn baxırsan ki 15-16 yaşında bu gələcəyi parlaq oyunçu kimi gördüyün biri indi universitet sınavını qazana bilmir, kənarda qalır və yekunda əskərə gedir. Xəbər yoxdur. 2 sənə görürsən ki, hardasa bərbər işləyir məsələn. Və yaxud da manav işləyir və yaxud da hansısa bir sektorda çalışır. Deyirsən, sən nə oldu? Dedi, belə də itki oldu, zaman getdi, futbola dönə bilmədim daha. Yəni, bu çox ciddi problemdir və bunun üstündə Azərbaycan Futbol Federasiyonu yetkililəri bu üzərində çalışırlar. Böyük ehtimalla gələcək illərdə, önümüzdəki ildə bununla bağlı müəyyən bir qərarın çıxarılması ilə bağlı müəyyən işlər gedir. Və bir də futbolçu potensial, altyapı olmadığı üçün normal futbolçu tam yetişmir. Üst yapıya çıxınca üst səviyyədə məsələn üst səviyyədə çıxır. Məsələn Qarabağda oynaya bilər. Məsələn Elvin Cəfərquliyev oynayır, Toral Bayramov oynayır, məsələn Neftçidə digər oyunçular oynayır. İmişli takımında Azərbaycanlı futbolçular çoxdur. Murad Rzayev, Aslan Şirinov və s. yəni oyunçular var. Amma bu oyunçuların altyapıda o qədər problemlər olur ki,
A takıma çıxanda o altyapıdakı problemlər özünü göstərir A takımda. Orada kayboluyor. Orada kaybolur. Yəni belə problemlər var. Bu günlərim təbii ki, bu günlərin bilirik ki, futbol agentliyi, menecerlik futbolçunun düzgün bazara çıxarılmağında, düzgün takıma yönləndirilməsində çox önəmli rol oynayır. Menecerlik çox önəmlidir. Mental olaraq Azərbaycan futbolçularında yurt dışında oynama problemi var. Məsələn deyir, oturmuşam Azərbaycanda aylıq məsələn 20.000 euromu, 10.000 dollarımı alıram. Niyə gedib məsələn Türkiyə 1-ci liqasında 8.000 dollara, 7.000 dollara, 10.000 dollara oynamalıyam. Evimdə oturmuşam da, yəni annemin, babamın yanında oturmuşam. Deyirəm gedəm yurt dışına və ya da Hırvatistana niyə gedim? Hələ o maaşı və ya da ondan 5-10 manat, 5-10 euro aşağı burada alıram. Öz ölkəmdə alıram. Nə işim var mənim gedib məsələn başqa ölkələrdə oynamağıma? Yəni mental biraz problem var. Yetənəkli oyunçular var. Səbuh Abdulzadə var, Rüfət Abdullazadə var. Hansı ki biz onlardan patlama gözləyirik, amma o mental problemlərə görə onu yaşaya bilmirlər. Məsələn mənim bugün Azərbaycan milli takımında çox bəyəndiyim bir oyunçu var. Hal-hazırda Bolqaristan ligində Arda takımında oynayan Cəlal Hüseynov var. 22-23 yaşında bir çocuq. Yəni mükəmməl yetənəkdir və Süper Ligada arzulayır bu arada. Deyir ki, Süper Ligdən bir takım olsa elə oynayaram ki, Elçin abi. Azərbaycanlı futbolculara ligimizdə. Bəli, böyük ehtimalla, yəni çox yetənəklidir. Məsələn, mən o uşağın, o çocuğun, futbolçunun, qardaşımızın çox önəmli yerlərə gələcəyini düşünürəm. Çünki o biri oyunculardan mental olaraq çox fərqlənir. Yəni çünki onun bir çocuqluğunda bir yurt dışı keçmişi falan var. Bəli. Azərbaycanda böyüməyib falan belə bir şeylər var. Yəni onun mental olaraq yurt dışına köklənməyində problem yoxdur. Amma Türkiyədə necə problemlər varsa, altyapı, yurt dışında oynamaq kimi və s. Azərbaycanda o problem var. Məsələn, Türkiyədə yetişən, Türkiyədə böyüyən hər hansı bir X futbolçu önəmli bir liqa transfer olur. 1 sənə, 2 sənə sonra dönür gedir. Kerem Aktürkoğlu mesela Benfica'ya gitti. Kerem, Yunus Akgün mesela Leicester City'ye gitti, yenidən döndü. Tutunamıyorlar. Amma tutunanlar kimlər? Həmin ölkə doğumları olan. Almaniya doğumlu Hakan Çalhanoğlusu, nə bilim Kenan Yıldızı, nə bilim. Çünki onların mentaliteti tam farklıdır. Aldığı için və yurt dışı alerjisi olmadığı için, yəni müəyyən belə problemlər yaşamırlar. Demək olar ki, Azərbaycan Türkiyə futbolunda altyapı və futbolçu gəlişimi məsələlərində eyni problemlər var. Çok benziyoruz o yönden. Diğer maddeden devam ediyorum abi. Dünya Kupası'na öncelikle milli takıma geçelim. Fernando Santos'la Azerbaycan milli takımı maalesef dibe vurdu. Ondan sonrasında ne yaşandı Azerbaycan milli takımında? Zaten Fernando Santos'un Azərbaycan milli takımına gəlməyə çox böyük fiyaskoydu. Hətta xatırlayıram ki, onun texnik direktör olaraq təyinatında belə bir başlıq da atmışdım. Qoca tükənmiş Santos'un Azərbaycan millisində nə işi var? Değil mi? Hani Beşiktaş kariyerinden sonra, başarısızlıktan sonra nasıl o göreve getirildi ben şaşırmıştım. Burada məncə problem də yenə texnik direktör problemi deyil. O oyuncu qrupunun olmamağı. Hal-hazırda Azərbaycan futbolu elə inkişaf periyodundadır ki, hazırki dönəmdə, bu dönəm, bilmirəm 10 il sonra necə olacaq, 7 il sonra necə olacaq. Hazırki dövrdə Azərbaycanlı futbolçunun dilindən ancaq yerli texnik direktoru anlayır. Evet, abi. Mentaliteti eyni olmalıdır, dil eyni olmalıdır. Bunun nə düşündüyünü biləm. Məsələn, Santuş'a biz çox yazdıq, çox dedik. Yəni son olaraq İzlanda maçından sonra da yaşananlar tüm Türkiyə basınında da geniş işıqlandırıldı, bəli. Yəni gəlməyə yanlış idi. Göndərildi, milyonlarla euro təzminat aldı, getdi. Onu bekledi. İtirən nə oldu? Azərbaycan oldu. Evet. Azərbaycan futbolu oldu. Və son 10 ildə, son 15 il, son 10 il deyərdim ki, bəlkə də 15 il Azərbaycan futbolunun da ən düzgün seçimi Ayxan Abbasovla etdilər. Milli takım texnik direktörlüyü postuna Ayxan Abbasov gətirildi. Ayxan Abbasov çalışqanlığı, disiplini və bundan çalışdırdığı komandalarda, gördüyü işlərlə, takımlarda əldə etdiyi uğurlarla bu postu haqq eləyirdi. Bu görəvi haqq eləyirdi və onun gəlişindən sonra oyunda kıpırdama var, düzgün oyuncu seçimləri var, rəqibə görə oyunu oynamaq şəkli var. Yəni əlindəki olan oyuncu qrupuna görə nə etməyini yaxşı bilən mütəxəssisdir. Bugünkü gün Azərbaycan futbolunun da
verilmiş ən düzgün qərar Ayxan Abbasovun texnik direktörlüğe gətirilməsi. Bence de abi. Mesela İspanya'da, İtalya'da, Amerika'da falan bu iş biraz farklı Evet. olabilir. Ancak Türkiye'de, Azerbaycan'da Elbette. özellikle milli takımda çok kısa sürede oyuncuya çalışma şansı buluyor. Orada önemli olan oyunculara dokunmak, duygusal Doğru, olarak doğru. onları yakalayabilmek. Hani teknik taktik çok fazla orada Doğru, önemsenmiyor. doğru. Dediğim gibi o yüzden mesela Türkiye'de de Türk teknik direktörler genelde başarılı olmuştur. Azerbaycan'da aynı o şekilde. Oyuncudan anlayacak teknik direktörler lazım milli takıma. Belki Doğru. burada yanlış yapıyoruz. Əlbəttə, çox düzgün vurğuladın. Ona görə də seçim edərkən düzgün seçim etmək lazımdır. Səhv seçimlərə getməməlisən. Evet. Bəzən səhv seçimlər futbolumuzu 5-10 il geri atır. Çok fazla şey kaybediyoruz. Bəli, bəli, çox fazla şey kaybedirik. Dünya Kupası'na geçelim abi. Türkiye Dünya Kupası'nda mücadele edecek. Türkiye'yi Dünya Kupası'nda nerede görüyorsun? En fazla nereye kadar gidebilir Türkiyəni sence? Dünya Kupasında yenə də hər getdiyi turnirlərdə Türkiyəni həm Azərbaycanı çox böyük sevincə boğur, qərq edir. Düzdür, hər maçında yanımızda dərmanlar, ilaçlar da gəzdiririk. Yəni o həyəcana qəlb dayanmır. Ürək dayanmır. Amma qazandığı nəticələrlə hər zaman adından söz etdirməyə bacarıb. Hazırki Montella'nın ən böyük şanslarından biri hazırki Türkiyə millisi çox önəmli nəslə, Güzel bir jenerasyon. çox var, yeni evet. nəsil futbolçular toplaşıb, jenerasyonu var və bir çox Avropada oynayır, böyük təcrübəyə sahibdir. Avropanın ən önəmli klublərində oynayır. Top 5 liqdə klub ən önəmli bu çox zirvə büyük şans. yapan klublarda oynayır. Yəni o böyük bir şansdır və Montella çox düzgün addım atıldı Montella'nın saxlanılması. Yəni Montella bəzən deyilir niyə forvetsiz oynayırıq, hücumda Çox top eleştirilir. saxlaya bilmirik, 3-cü bölgədə top çox qalmır və s. Amma adam yekunda nəticə əldə etməyə bacarır. Sən vətən millət Sakarya deyib hücum edirsən, nə bilim bəziləri kimi taktik yox, bom eləyirsən, yekunda bom eləyirlər, qalırsan yerində. Yani ilerleyə Az önce bilmirsən. dedik ki mesela Türk teknik direktörler genelde oyunculara dokunur. Montella bunların istisnası. Yabancı olarak Montella, gerçekten hani Türkiye'de de çalıştığı için çok iyi Montella oyunculara Türk benziyor. futbolunda yəni başına gələn son illərdə ən gözəl iş hadisədir. Katılıyorum abi. Montella insan olaraq, xarakter olaraq da, yəni təsəvvür edin adam bayaq sizinlə bir söz söylədik. Həm saha içi, həm saha dışını. Evet. Saha içini nə qədər uğurlu idarə edirsə, saha dışında bəlkə də 4-5 kəs efor sərf eləyir saha dışını həll etmək üçün. Basını, Orası Türkiyə çok futbolunun həm belə deyək də futbol camiasını, yəni bu çox çətin məsələlərdir mən düşünürəm. Dediğin Ya gibi bunun şöyle bir örnek üzerinden- vereyim abi. Kazandığı maçlardan sonra bile santraforsuz oynattığı için eleştiriliyor. O da cevabı şu şekilde vermişti. Sonuçta kazanıyoruz, sonuç alıyoruz. Əlbəttə nəticə Kazandığı qazanırıq. maçlarda bile eleştiriliyor. 24 il sonra sən dünya çempionu apardın. Yani özet bu yani. Əlbəttə. Yani başarılı olduğu sürece Yəni Türkiyə milli komandası düşünürəm Amerikada növbəti dəfə uğur qazana bilər. Düzdür. Türkiyə futboluna milli komandası ilə bağlı nə zaman deyiblər ki, qrup zəif qrupdur, rahat çıxar və s. Onda işlər heç də asan hiç belli olmur. olmaz abi. Azerbaycan'daki şampiyonada maalesef çok büyük hüsran Dünya yaşamıştı. çempionatı, bura hər komanda, sən necə Paragvaya, Avstraliyaya 3 puan gözü ilə baxırsansa, onlar da sənə eyni Tabii. gözlə baxırlar. Hiç Yəni garanti değil. burada hər kəs hazır gəlir, hər kəsin hədəfi var. Odur ki, öz taktikli durumuna sadiqlik nümayiş elətdirməlisən, oyun fəlsəfənə sadiq olmalısan. Futbolçular daha mental olaraq hazır olmalıdırlar, diri qalmalıdırlar. Yəni bunu xüsusilə qeyd etmək lazımdır. Buradan diğer bir maddeye geçiyorum abi. Kes qardaşım, kes. Hakemler. Türkiye'de hakemler çok Oo. eleştiriliyor. Hatta hakemlere Çətin bir sual özel verirsən. Çox çətin. programlar da yapılıyor. Azerbaycan'da durum nasıl abi? Azerbaycan'da da mesela hakem programı yapılıyor mu? Hakemler bu kadar eleştiriliyor mu? Hakim proqramı yapılmır, amma hakimliklə bağlı keçmiş sabiq hakimlər ekspert kimi, yəni yorumcu kimi bəzi proqramlara çıxırlar. Azərbaycan hakimliyi həqiqətən bu sezon ən belə deyək də aşağı səviyyəli də deməyim belə o performansı görmədik. Yəni hakimlikdə çox ciddi problemlər gördük. Takımlar razı olmadılar bəzi qərarlarla, etirazlar çox oldu. Hakimlər üzərində də baskı çox oldu.
Yəni hakimliklə bağlı heç də Türkiyədən geridə qalmırıq. Yəni qardaş ölkədən geridə qalmırıq. Bəzi məqamlarda biz də Azərbaycan Türkiyə bağlantıları da eləyirdik proqramlarda. Dəniz Ateş Bitnəl sağ olsun, buradan salamlayıram. Bizim proqramlara bağlanırdı, o da müəyyən dəyərləndirmələr. Yəni ürək açan deyildi. Amma səhvlər olsa da əsas məsələ odur ki, bu səhvlərdən nəticə çıxarılsın. Amma son illərə nəzər yetirdikdə, yıllara nəzər yetirdikdə bu sezon həqiqətən də Azərbaycanda hakimlik istənilən səviyyədə olmadı deyə bilərik rahat. Hakemlikte acaba biz biraz yanlış mı anlıyoruz? Yani eşit, objektif bir karar vermesi değil de bizim lehimize karar vermesini mi istiyoruz sanki? Yox, məsələn, yəni hakim də insandır, səhv eləyə bilər. Amma varsa sənin səhv etməyə lüksün yoxdur. VAR geldikten sonra sanki daha çok yükseldi abi. Çünki Bu bizi garip nəyə değil mi? görə? Var olmayanda yanlışlıq edirdi, səhv qərar verirdi. Deyirdin ki, görmədi İtiraz də edəməz. insandır. Görmədi ya offside bayrağını və sən görmədi də, yəni bu adam görmədi. Amma vara rəğmən o səhv düzəldilmirsə, Burada ona iş görə başqa daha çox istifadə insanlar etiraz etməyə başlayır. Yəni var olmadan ona görə etiraz yox idi ki, tamam hakimdir, görmədi, problem deyil də, görməyə bilər. Onun şəxsi görüşünə bağlayırıq ona. Amma vara rəğmən bu səhvlər olursa insanlar özündən çıxır. Necə yəni? Deməli burada ədalətsizlik var. VAR, Var niyə var? aynen. Sen VAR'lı dönemi mi tercih edersin, VAR'dan önceki dönemi? Mən vardan öncəki dönəmi tərcih O zaman edirəm. çox daha O daha futbol daha fərqli idi. sadeydi. Daha çox tez-tez durmurdu, dayanmırdı. Beşiktaş'a geçiyorum abi. Sergen Yalçın Oo, daha Beşiktaş. taze ayrıldı. Beşiktaş. Teknik direktör sence kim olmalı? Beşiktaş'ın ihtiyacı olan isim kim? Beşiktaşın ehtiyacı olan isim elə Beşiktaşın başındaydı. Katılıyorum. Çox təəssüflər olsun ki, azarkeşlər, taraftarlar onu da yedilər. Sergen Yalçın dəfələrlə dedi ki, bu takım mənim deyil. Ey dostlar, ey qardaşlar, bacılar, ey böyük Beşiktaş taraftarı. Bu takım mənim deyil. Məndən gələn sezon nəsə gözləsəniz deyə bilərsiniz Evet, ki, tabii. ay hoca bunu niyə belə yaptın, böyle yaptın. Yəni hər məğlubiyyətdə, məsələn kupa məğlubiyyəti son olarak daha da bomba effekti verdi. Orada artıq mən bilirdim ki, yəni Sergen özü gedəcək. Çünki orada elə küfürlər səsləndi, elə hətta nəinki taraftar, yəni yönetim tarafından Sergen Hoca'ya etirazlar gəlməyə başladı ki, yəni hoca bu bizim üçün önəmli idi. Bu finalı sən niyə qaybetdin? Yəni finala niyə çıxmadıq biz? Finala getmədik. Aslında Yəni taraftarın ziyadesinde yönetimden de bir tepki geldiği var. için mi ayrıldı? Məncə də yönetimdən bir təpki gəldiyinə görə Sergen Yalçın taraftardan sezon içərisində çox gəldi o təpki. Yəni Sergen Hoca onu eyvallah dedi, keçişdirdi. Amma bu yönetimdən gələrdisə bu, böyük ehtimalla başkanın da müəyyən indi qulağına gedib çatıb, eşidib eləyib Sergen Hoca, başkanın da müəyyən etirazları olub. Bildiyim qədərilə bəzi maçlarda Sergen ki, Yalçın- ya hocam bunu niyə belə yapdın? O gedib çatıb. Yəni, amma Sergen Hoca sezon içərisində bunların heç birini dilə gətirməyib. Yəni, açıq deyirəm bunu. Hətta mən 5 gün bundan öncə bugün biz 19 mayısda çəkirik bu proqramı. Mən 13 mayısdan bilirdim ki, Sergenlə yola davam edilməyəcək. Çünki xəbər almışdım klub içərisindən. Pazar günü hətta deyilirdi ki, görüş olacaq, amma pazartesi oldu görüş. Yəni Sergen Yalçın ayrılacağını bildirəcəkdi Sergen yönetime. Yalçın istifa gibi açıkladı ancak sanki yönetim de biraz çok çabuk kabul etti gibi. O Çox da tez, ayrılmayı yəni istiyordu. amma bu gün Beşiktaş xilas formulu necə olmalıdır? Necə xilas olmalıdır? Necə qurtulmalıdır? Şenol Güneş konuşuluyor ancak Yox, kısa o süre önce bitdi. denendi. O bitdi. Çok faydalı olmayacak gibi. Mən biraz çətin də olsa yenidən qayıdaram Abdullah Avcıya. Biraz çətin oldu. Təzminat Abdullah söhbətləri Avcı- var idi. Tabii. Təzminat avcısı söhbətləri falan. Ona görə inanmıram o da alınsın. Yəni valla yerli mütəxəssis olmalıdır. Yabancı gəlsə yenə fiyasko olacaq. Öyle Çünki abi. Sergen Yalçına tanıdılmayan fürsət hansı yabancıya tanıdıla bilər? Allah aşkına. Camianın çocuğu daha önce şampiyon yapmış. Sergen Yalçına tanıdılmayan fürsət heç kimə tanıdılmayacaq. Doğru. Ona görə bu klubə yabancı da biraz çətin gəlsin, zor gəlsin. Çünki gəlmədən öncə baxacaq. Ya bu camianın çocuğunu yola salmış bunlar. Məni Bana nələr ne eləyərlər? Mənim başımı oynatacaqlar bunlar yəni.
Değil mi? Mesela en son Zico şampiyon oldu değil mi? Yabancı olarak Evet, Türkiye'de. Hani yabancı. özellikle yukarıya oynayan takımlarda Okan Zico, Buruk 4 senedir şampiyon oluyor. Feldkamp'da yarımçıq getdi. Evet. Ya, o baktığımızda yabancılar geldiğinde mesela Mourinho geldiğinde çok fazla basın transfer bütçesi istemişti. Yabancılar gelip de seni öyle kolay oynatmaz. Transfer Yox, ister. yox, O oynatmaz. yüzden Beşiktaş'ın şu an transfer çok fazla para harcayacak durumu da yok. Yoxdur, Yabancı yoxdur. getirmesi o Evet. bakımdan çok doğru olmaz. Bəli, Sen doğru. diyorsun ki Abdullah Avcı. Abdullah Avcı deyərəm yenidən gündəmə gələ bilər Abdullah Avcı. Kularlarda Bu gəzən bir söz kulis söhbətdə. bilgisi olabilir mi abi? Var. Takipçilerimize Ola bilər, paylaşalım. ola bilər. Bəli, mən deyirəm. Çünki amma bir tərəfdən də o söhbət var. Buradan gediş şəkli var. Təzminatın qəpiyinə qədər, kuruşuna qədər almışdı. Camiye yüzde Amma biraz. bu gün baxın, bax Rıza Çalınbaya nələr yapdı bu camiyə. Evet, maalesef. Rıza Çalınbay boşladı. Bir daha çətin. Düzdür, camianın övladıdılar. Küstürüp de Hər gönderiyor bir de. zaman gələr. Yəni hər zaman qapıları çalınsa baxmadan heç nəyə Ama gələrlər. kırıldı. Amma qırılğan. Baxacam Samet Aybabadır. Onda ayrılış şəkli çox pis oldu. Hasan Arat dövründə Evet. müəyyən söz söhbətlər oldu. Camianın övladı kim var? Texnik direktor olaraq belə şan, belə oyun olaraq fərqli bir şey. Burak Yılmaz idi, o da uğurlu olmadı. O da ilk olaraq Şenol Güneş'dən sonra o oldu. Sonradan alınmadı, getdi. Türkiyədə çalışmış yabancı texnik direktor. Məsələn, bir Montella. Montella seçimi ola bilər məsələn. Həm milli takım, həm Beşiktaş. O da ikisini bir arada qaldırmaq biraz çətin Onu məsələdir. daha önce çok yaşadık abi. Az önce Fatih soracaktım. Terim Galatasaray olan Evet, milli mesela takımı. Kurban Kurbanov da hem Evet. Karabağ hem Azerbaycan milli takımı yaptı. Orada söhbətlər çox fərqli idi. Orada federasyon daxilində Qurban Qurbanovu sevməyən adamlar var idi. O başarı Qurban Qurbanovu oraya gətirmişdi. Kimlərsə gətirməmişdi. Anladım. Amma onun orada qalmağına imkan yaratmadılar. Abi seni transfer haberleriyle tanıyoruz. Çok fazla transfer haberin var. Şu yakın zamanda bir kulis bilgisi bir transfer patlayabilir mi? Özellikle Azerbaycan Türkiye arasında. Mən əldə etdiyim özəl xəbəri deyirəm. İndi düzü öz platformamda da paylaşacağam bunu. Qarabağın ulduz oyunçusu Marko Yankoviç Konyaspora keçə bilər. Konyaspor tərəfi bununla bağlı bir Qarabağa təklif hazırlanır. Yankoviç Qarabağda illik 60 min dollar alır. 70-80 min dollar veriləcəyi təqdirdə Yankoviç qəbul edəcək. Yankoviçin bir sənəlik kontratı var. Evet. 1 milyon dollar qarşılığında hətta 700-800 min dollar transfer fee ödənilməlidir. O ödənilərsə Yankoviç gələcək sezon Konyaspor formasını geyə bilər. Teşekkür ederim. O zaman takipçilerimize tekrar hatırlatırım. Marko Yankoviç Qarabağın Karabağ'da süper ulduzu. Konyaspor'a çok yakın diyebiliriz. Evet. Eyni zamanda Tural Bayramov var. Evet. Bursasporun da diqqətindədir o da. Bursaspora da. Bursaspor'da tekrar Süper Lig'e yükselme çabasında. Bəli, yəni ola bilər. Yəni transfer xəbərləri çoxdur. Çok güzel. Seninle Mesela- yine ilerleyen zamanlarda transfer haberlerini takip ediyor olacağız abi. Evet. Hər zaman. Hər zaman sevərək sənin izləyicilərinizə, Türkiyə futbol sevərlərinə transfer xəbərlərini Azərbaycandan Türkiyəyə göndərməyə çalışarıq. Teşekkür ederim. Şimdi biraz günlük yaşama geçelim Aha. abi. Türkiye'ye daha önce, İstanbul'a daha önce geldiniz mi? En Aha. sevdiğiniz şehir, en sevdiğiniz yemekler hangileri Türkiye'de? Mən Türkiyədə İzmir şəhərini çox sevirəm. İzmir güzel. İzmir mükəmməl şəhər, möhtəşəm şəhərdir. Mən şəxsən İzmirdə yaşayaram. Yəni o dərəcə. İstanbulda yaşamaram. İleride bir İzmir'e taşınma durumu var mı? Nə həyat bilmək olmaz. Təklif falan olarsa, gələcəkdə çalışma yerimiz dəyişərsə, yəni həyatda heç nə yoxdur. Evet, Yəni hər hayatın şey ola nə bilər. çıxacağı Nə belli çıxacağı bəlli olmaz. İzmir mükəmməl şəhərdir. İzmirdə yaşayaram böyük məmnuniyyətlə. Yeməklər demək olar ki, Azərbaycan və Türkiyə mutfağı eynidir. Çok beğendim. Çox bənzəyir. Yəni demək olar ki, yox elə eynidir. Türkiyə 2010 sənəsində gəlmişdim ilk olaraq 2010-cu ildə və Türkiyə-Azərbaycan maçı idi və NTV Spor'da o dönəm proqramda olmuşdum. Özgür bu abini və MKG abini də salamlayıram buradan. Onlar da görüşməliyəm bu arada bu günlərdə. Və derbilərə gəldim. Superfinala gəlmişəm 2012-ci ildə Galatasaray, Fenerbahçe Galatasaray superfinalına gazeteci kimi gəlmişəm və nələr çəkdi o maçdan sonra bir Allah bilir.
biber qazları falan, gözümüz falan, nə bilim, dəhşət bir şeydi. 3 Temmuz olayından sonraki Evet, şey idi, dönəm idi. Çox çətin Çox bir dönəm sıkıntılı idi. zamanlardı. Çox sıkıntılı zamanlardı. Sonra yenə 2017-də Qalatasaray Fenerbahçe derbisinə gəlmişəm. Və ondan sonra heç bir mənim arkadaşım söyləmədi ki, Elçin derbiyə gəl. Çünki getdim 2 derbidə də qol olmadı. O yüzden biraz Ona görə də, yəni mən gəldim, hansı derbiyə gəldim, bir işin qol olmayacaq orada. Son olarak abi Azerbaycan-Türkiye kardeşliği ilişkisiyle ilgili takipçilerimize hem Azerbaycan'da hem Türkiye'de yaşayan takipçilerimizle ilgili bir şey söylemek ister misin? Hər birinə uğurlar arzulayıram. Türkiyə, Azərbaycan eynidir. Azərbaycan, Türkiyə, bir millət, iki dövlət. Hər şeyimiz birdir. Ən çətin, ən xoş günlərdə bərabərik. Sarsılmaz dostluğumuz var. Tabii. Bu Azərbaycan, Türkiyənin arada nifaq toxumları səhməyə çalışan insanlar, Onlar dövlətlər başarılı olur. Olamayacaqlar. Çünki Türk milləti böyükdür. Türk milləti heç bir zaman yılmaz. Türk milləti hər zaman birlik olmağı bacarıb. Tarixlərdə müəyyən problemlər olsa da ümumiyyətlə ötən əsrlərə getsək də, nə bilim 10 əsr, 15 əsr, tarix Osmanlı dövrünə gedib gəldikdə müəyyən problemlər olsa da o dövrlərdə, amma bugün Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, dönməzdir, əbədidir. Katılıyorum abi. Buradan da hem Türkiye'de hem Azerbaycan'da yaşayan takipçilerimize selam söylüyoruz. Mən də salam Sevgilerimizi söyləyirəm hər birinə. İnşallah Alim Haşimoğlu'nun səhifəsini izləyin. Milli Qəzetədə çox önəmli reportajları olur. İndi Azərbaycanda da yəqin izləyəcəklər. Uğurlar diləyirəm sənə də qardaş. Teşekkürler. Bir sonraki videoda görüşünce de hoşça kalın arkadaşlar. Hələlik. CBC Sport sunucusu Elçin Ceferov'a da tekrardan teşekkür ediyoruz. Buyur, xoşdur. Hələlik deyirəm. Eyvallah abi, çok teşekkür ederim. Sağ ol.